Eləcə də günahların aqibətindən duaların qəbul olmamasıdır. Peyğəmbər sallallahu aleyhi ve sellem hədisində uzun səfərə çıxan bir kişini, saçı dağılmış, üstü toz torpaq olan bir kişini qeyd edir. Deyir ki, o səfərdə olan vaxtı əllərin göyə qaldırıb deyir ki, ey Rəbbim, Allaha dua edir. Amma deyir, onun yeməyi haram, içməyi haram, geyimi haram, haramla bəslənib. Ona necə cavab verilsin? Onun duasına necə cavab verilsin? Bu qədər günahlarla. İnsan asilik eləyir, amma yenə də duasının qəbul olunmasını istəyir. Ona axı necə cavab versin? Sən asanlıqda Rəbbi yada salmamışsansa, dar günündə Rəbbim sənə necə cavab versin ki? Rahatlıqda Allahı unudan, Allah da çətin anında onu unudar, Allah qorusun.